Keçmişdə əllə yazılan yazıları bu avadanlıqlar vasitəsilə ağ vərəqlərə köçürərdilər. Texnologiya dəyişdi, vasitələr yeniləndi və bu maşınlar tarixə qovuşdu. Dövrümüzdə kompüterlərin, elektron poçtların, mesajların, sosial medianın və digər sürətli ünsiyyət vasitələrinin ildən ilə populyarlıq qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırıb desək yanılmarıq. İndi isə eyni cümləni iki fərqli üsulla yazacağım. Birinci elektron formatdan başlayaq. İndi isə eyni cümləni qələmlə yazıram. Gördüyünüz kimi elektron formatla yazmaqla işimi daha tez bitirmiş oldum. Əl yazma formasında yazmaq bəzilərinin xəttinin daha çətin və daha belə deyim, oxunaqlı olmaması səbəbilə Word daha məqsədə uyğun sayırım. Məsələn, imtahana hazırlaşanda Word-dən yazıram, bir hissəsində vərəqə yazıram. Vərəqə yazıram ki, daha yaxşı yadında qalsın. Ən çox qələmlə istifadə edirəm. Çünki məsəl üçün kompüterdə, Word-də məsəl üçün yazı yazanda fikrim dağılır. Əllə yazmaq düşünmə tempini, daxili nizamı, hətta xarakteri əks etdirir. Amma görünür bugün qələm bir çox gəncin əlində yadlaşıb. Texnologiya əl yazmanı demək olar ki, aradan çıxarıb. Psixoloqlar deyir ki, əllə yazmaq yaddaşı və diqqəti daha da itiləşdirir. Hər xətt insanın psixoloji vəziyyətindən xəbər verir. Bu baxımdan əl yazısı bugün də aktuallığını qoruyub saxlayır. Əl yazma insanın xarakteri ilə çox yaxından əlaqədardır. Məsəl üçün, çox səliqəli, daha təmiz yazan insanlar daha təmkinli və daha səbirli ola bilirlər. Amma çox tələsik olaraq yazan insanlar isə biraz stresli, narahat və xaotik olaraq özünü göstərir. Yəni, əl yazma insanların qeyd etdiyim kimi xarakterini, şəxsiyyətini, bütün xüsusiyyətlərini, keyfiyyətlərini ortaya qoyur. Buna görə də əl yazmanın insan psixologiyasına çox yaxından böyük əlaqəsi vardır. Əl yazma insanın yaddaş funksiyasını artırır, həyata daha obyektiv, pozitiv baxmasını təmin edir. Bu alətlərlə yazmaq vaxt tələb eləyir, amma hər xəttdə səbir var, diqqət var. Bəlkə də buna görədir ki, qədim yazılar bugünə qədər yaşayır. Şeirləri mən kompüterdə yaza bilmirəm. İndiyə qədər şeirlər məndə qələmlə yazılır. Ümumiyyətlə, qələmə məndə münasibət həmişə fərqli olub. Mənim çox böyük kolleksiyam var. Müxtəlif formalı, istər qədim dövrdəki kimi mürəkkəblə yazılan qələm, istər müasir qələmlər. Yəni, mənim qələmlə ritualım biraz fərqlidir. Böyük əsərləri son 10-12 ildə artıq birbaşa kompüterə yazırıq. Rəssamlar, sonra müəyyən qrafika işi ilə məşğul olan insanlar, onlar hələ də həmin o mürəkkəbə batırılıb yazan müəyyən o perolardan istifadə edirlər. Araşdırmalar göstərir ki, əllə yazılan məlumatlar daha yaxşı yadda qalır. Bu səbəbdən xüsusilə təhsil prosesində qələm və kağızdan istifadə vacib hesab edilir. Qeyd edək ki, Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı incə sənət hesab olunur. Hətta bugün də kalliqrafiya ustaları çox yüksək qiymətləndirilir. Texnologiya dəyişir, formalar yenilənir, amma insanın öz xətti ilə yazdığı bir cümlə hələ də şəxsi ifadə olaraq qalır. Bəlkə də sabah yazacağımız bir neçə sətir gələcək üçün ən dəyərli xatirəyə çevriləcək. Jalə Gözəlova, Nail Şahbazov, Teli Səhər.